həvəskar şahmatçıyam. Bugün şahmat dərsimizin 33-cü dərsdə onu qeyd etmək istəyirəm ki, onlayn şahmat dərsləri keçirilir. Aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Şahmat dərsləri həm Azərbaycan, həm də rus dillərində keçirilir. Deməli, bu günlərim sizə Halloween Gambitini göstərəcəm. Halloween Gambiti qaralar tətbiq olunan tələdir. Başlayaq gedişlərdən. E4 gördüyünüz kimi E5 cavabı gəlir qaralardan və biz at F3, qaralar piyadanı qoruyur, at C6, biz at C3 və qaralar F6 oynadıqdan sonra biz burada deməli E5-dəki piyadanı atdan götürürük və burada başlayırıq atımızı qurban verdikdən sonra başlayırıq hücuma keçməyə. Deməli biz burada oynayırıq. Daha doğrusu qaralar burada əlbəttə ki bu atı götürür. Biz isə burada başlayırıq piyadalarla hücuma. Deməli biz D4 oynayırıq, qaralar gedir C6-ya. Biz D5 oynadıqdan sonra qara at təzədən qayıdır E5-ə. Biz isə burada F4 oynayırıq ki, atı şahmat lövhəsinin ortasından çəkək və qaralar da burada qaçırırlar G6-ya. Biz isə burada pressing davam elətdirik, E5 oynayırıq. Qaralar deməli F6-dakı atını G8 aparırlar və biz burada oynayırıq D6. Piyadalar dəyişdikdən sonra biz burada, daha doğrusu qaralar burada vəzirini çıxardır ki, deməli D6-dakı piyadanın üstünə təzyiq göstərsinlər və o piyadanı oradan götürsünlər. Deməli, burada biz nə oynayırıq? Biz oynayırıq burada at B5. At B5 oynayırıq ki, həm piyadanı qoruyaq, həm də ki, C7-dən 2 qat zərbə eləyək, həm şaha, həm də ki, topa. Burada isə qaralar oynayırlar şah D8 ki, biz C7 oynaya bilməyək. Biz isə burada filimizi inkişaf elətdirib E3 oynayırıq, həm də ki, hücumumuzu artıra bilək. Burada isə qaralar oynayırlar A6. 6 isə ən böyük səhvdir. Çünki burada biz deməli B6-dan şah veririk. Şah verdikdən sonra qaralar qaçır E8-ə. Biz isə buradan 2 qat zərbə C7-dən. Ondan sonra qaralar təzədən qaçır və biz topu götürürük, sonra vəziri götürürük və atlar dəyişdikdən sonra vəzir E2 ilə şah veririk. Ondan sonra fillə qorunurlar. Biz isə burada oynayırıq F5. F5-dən sonra qaralar gəlir F4-ə və biz burada deməli E7-dəki fili götürüb mat edirik.